Həsrətli baxım, Türkmənçay müqaviləsinə bir baxım. 6000 Rusiya qoşunu General Aristov, fərmandeh və mayor Rus oktyabr 1827-ci ildə Təbrizə girdi və bu ləhzə çox mühüm ləhzə İranın tarixində sayılır. Ruslar özlərin Tehrana həmlə eləməcə amadə elərdi. İranın Naibüs Səltənəsi ağ bayrağı təslim üçün göyə qalxızdı. Paskoviç şəraiti çətinləşdirmişdi. Sülh danışmaqdan ötürü qaim məqam təzədən ehtiyac oldu. Bu kişi çox xuşdu və dirayət göstərmişdi. Bir az vixamət oza qaim məqam gələndən sonra azaldı. Fətəli Şah Fərruxxan öz pişxidmətin üzrxahi üçün qaim məqamı gətirməyə Məşədə yolladı və onu Tehrana çağırdı. Fətəli Şah vəkalətnameyi tam verdi qaim məqamə ki, özün Azərbaycana yetirsin. Paskoviç Rus mayoru atəşkəs üçün 4 şərt Abbas Mirzəyə qoymuşdu. Birinci, İrvan, Nəxçəvan, Ordubad Ruslar təsərrüfündə qalacaq və Rusiyə vaquzar olacaq. Araz çayı iki dövlət sərhəddi elam olunacaq. İkinci, Talış Muğan ki, İran torpağıdır, Ruslara veriləcək. Müharibə qəraməti üçün İran dövləti 20 kurur əşrəfi qızıl Rus dövlətinə verməlidir və 4-cü üzr istəmək üçün Şah öz Naibüs Səltənə ya vəliyyətin ya onun oğlanlarının birini Petersburqa yollayacaq. Qaim məqam Abbas Mirzəni gəldi, Türkmənçay dağlarında tapdı və görüşdü. Rus mayorların görüşməkdən üçün tam ixtiyar alıb və Təbrizə gəldi. Paskoviç ki, intizarı var idi, Abbas Mirza özü gəlsin, qaim məqamın gəlməyi ilə tərdidə yetişdi. Paskoviç qaim məqamın pişnahadlərin öz rəis dəftəri ilə danışmağa vadar elədi və ikisi bahəm sülh üçün danışdılar. Amma Paskoviç dedi, ta qəramət verilməyib, Təbriz boşalmayacaq. Əgər 2 ay uzaq çəksə, Azərbaycanda Ərdəbil və Təbrizi də Rus torpağına qoşacaq. Qaim məqam ki, Fətəli Şahın xəsisliğini bilirdi, Vəzir Muxtar İngilisdən kömək aldı. Məktubal bir namədə kardarlarına yazdı ki, Fətəli Şahı ki, Tehranda əyləşib Azərbaycan vəziyyətindən başa salsın ki, burada oza çox vəximdir. Abbas Mirza nə mənə qaim məqam öhdəsinə çəkdi, qəbul elədi. Abbas Mirza, Vəliyyət, Paskoviç, Dehxarqan ya həman bugünkü ora Azərşəhər deyilir, orada bir-biri ilə görüşdülər. Bu zaman Təbriz, hətta Tehran da xətərdə idi və Abbas Mirza ki, Vəliyyət idi, məriz olmuşdu və Ruslar qəramət almaqda onu fişarda qoymuşdular. Amma bu hinqamidə Abbas Mirzanın qardaşlarının da vəziyyəti çox eşitməli idi. Qardaşlar elə bilərdilər ki, Şah Abbas Mirzadan xəşmikin və sevincək olmuşdular və onlar elə bilirdilər ki, Abbas Mirza tənbih olacaq. Şah vəliyyətçiliği o biri oğluna Həsən Əliyev Mirzəyə də vədə vermişdi. Ta oğlanlarından həm Abbas Mirzadan, həm Həsən Əlidən pul alsın və Rusların qəramətini versin. Abbas Mirza ingilisləri razı saldı, qəramət versinlər və Abbas Mirza sonradan onların pullarını qaytarsın. Sərəncam Abbas Mirzanın dirayəti ilə və ingilislərin köməkliyi ilə Rus istəyən pulu, sikkə qızılları və sənədləri Ruslara yollandılar və tərəflər danışığa başladılar. İran
İran əlavə bər Bakı, Gəncə, Lənkəran, hətta Təbrizdə rusların əlində qalmışdı. Tərrah və Nivisəndi Türkmənçay müqaviləsi Qribaydov idi. Həman Nivisəndi Rus və şairi ki, Tehranda öldürüldü. Ruslar bu müqavilədə nə mənə istədilər? İstədilər, onlar ki, bu müharibədə ruslar ki, ruslara kömək eləmişdilər. Təbrizin qapısını açmışdılar, İranlılar onları bağışlasın. Onlar kimlər idilər? Onlar ermənilər idilər və bir xiyanət əlləri də var idi ki, cümlə Mirfəttah Təbriz hakimi sonradan İranda qalanmadı və Rusiyə qaçdı. Qobino səyyahi ki, bu əyyamda İrana səfər eləyib və İrandan görüşmüşdü, deyir, bu zaman İranlılar milliyyətlilərinə görə çox bir təfavut, bir millət olmuşdular. Amma bir qeyrətli İranda, o da Abbas Mirza idi ki, xainlər arasında bir böyük imperial Rus dövləti ilə ki, dünyanı almışdı, müharibəyə çıxmışdı və müharibəni idarə eləydi. Abbas Mirza sözü bu idi ki, bu millət şikəsləyən oğlun tərifləyirlər, məni natəvan gördülər, özüm biliyəm ki, ehtiram eləyirlər, nə bir şəhər aldım, bəlkə şəhərləri də əldən verdim, cinə məni tərif edir.